2025-ci ildə blok imtahanında istifadə olunan növbəti suala baxaq. Deməli deyir ki, söz birləşməsine uyğunluğu müəyyən edin. Hamısına aiddir, yalnız ikisinə aiddir. Bir şərtləri yoxlayaq. Deyir ki, asıl tərəfi gəlik halda olan isimlə ifadə olunub. Yəni birinci tərəfləri elə deyil. Gərginlik bu isimdir. Son olaraq oxuyan nədir? Feili sifət. Böyükdəki sifətdir. İsim olan yalnız budur. Amma məndə nədir? Ya hamısına aid olmalı, ya da hər ikisinə aid olmalı. Ona görə bu heç birisinə aid olmadığı üçün A variantı getdi. Sonra B-də deyir ki, tərəfləri quruluşda sadədir. Gəl baxaq. Gərməkdən gərgin, sonra gərginlik. Oxumaq əndi feili sifətin şəkilçisidir. Bu sadədir. Bu oldu sadə. Böyüməkdən də böyük. Sözün kökü böyük, 2 da leksik şəkilçisi. Bu da oldu düzəltmə. Bu da yalnız birinə aid olduğu üçün getdi. Mənə lazımdır ən azından ikisinə aid olsun. Sonra birinci tərəfi ismə aid qrammatik şəkildə qəbul etsə də isim deyil. İsim olmayan 2 və 3 eldir, elə deyil. İsmə məxsus şəkilçisi qəbul edib, bəli, çıxışlı hal burada var, cəm var, burada da cəm var, burada, yəni halda burada var. Hər ikisi ismə məxsus bir neçə qrammatik şəkilçisi qəbul edib, amma isim deyil. Onda yalnız ikisinə aiddir. Bu getdi buna. Bunu da qəbul edik. D-yə baxaq. Mübtədanın ifadə vasitəsi kimi işlənə bilir. Baxaq. Nə gərginliyin nəticəsi? Nə sualını verib, cavab verir? Bəli. Mübtəda ola bilər. Kim oxuyanlardan biri? Kim sualına cavab verdi? Mübtəda ola bilər. Nə böyüklərin duası? Bu da nə sualına cavab verdiyi üçün mübtədanın ifadə vasitəsi ola bilər. Demək, hamısına aiddir bu. Bu da getdi. Kökü feil olan düzəltmə söz işlənmişdir. Gəlin baxaq. Kökü feildir gərmək. Kökü feildir böyümək. Eləmi? Ya ikisinə aiddir. Bunu da buna aid eləyəcəm. Böyümək sözün kökü feildir. Böyük oldu sifət. Gərmək feildir. Gərgin oldu sifət. Ona görə kökü feil olan iki söz işlənib. Düzəltmə söz. Bu da uyğundur buna. 1D olacaq, 2CY. 1D, 2CY. Cavabımız olur C variantı.